Salam əziz müəllimlər, əziz müdavimlər. Uzun ayrılıqdan sonra yenidən sizin hər birinizi YouTube kanalında görməyə şadam. İnşallah bugündən etibarən YouTube kanalımızda Azərbaycan dil dərsləri ilə paralel ədəbiyyat dərslərində video izahları yerləşdiriləcək. Deməli, Aşıq Ələsgər yaradıcılığına başlamaq istəyirəm. Deməli, Aşıq Ələsgər, xüsusən də onun Dağlar ədəfli qoşmaları demək olar ki, hər il düşməsə də 2 ildən bir demək olar ki, qarşımıza çıxan mövzulardan da xüsusən də qarışıq şəkildə verilir. Birinci dağlar qoşmasından ikinci dağların fərqini seçmək üçün bəzi diqqət edəcək məqamlar var. Birinci Aşıq Ələsgərin yaradıcılığına baxaq, ümumi məlumatlara baxaq. Daha sonra ardınca dağlar qoşmasından, dağlar ədəfli qoşmalarının da izahını yerləşdirəcəm. İzaha keçməmişdən qabaq kanala abunə olmağı və izah faydalı olsa bəyənməyi unutmayın. Faydalı olmasa bəyənməyə bilərsiniz. Deməli, Aşıq Ələsgər ümumi məlumat verək ki, yaradıcılığa lirik şeirlə başlayıbdır. Yalnız lirik növdə yazıb, epik növdə heç bir əsəri yoxdur. Yalnız heca vəzində yazıb, yalnız nəzmdə yazıb, yəni nəsrlə nümunəsi və yaxud da digər əruzda və yaxud da sərbəst şeirdə heç birinə yazmayıbdır. Yalnız heca vəzində yazıb, yalnız lirik növdə yazıb, epik növdə əsəri yoxdur, dramatik növdə əsəri yoxdur. Aşıq şeirini demək olar ki, bütün janrlardan istifadə olunub və müxtəlif şeir vahidlərindən istifadə edib desək yanlışdır. Çünki yalnız şeirlərini bənd şəklində yazıb. Yəni beyt şəklində şeir yazmayıbdır. Hamısı bənd şəklində. Çünki klassik şeir örnəyi yox, yalnız aşıq şeir janrında istifadə etdiyini görürük. Heca vəznində yazdığını görürük, nəzmlə yazdığını görürük. Və ədəbiyyatımızda heca vəznində müxəmməs şeir janrını ilk dəfə Aşıq Ələsgər istifadə edib. Əslində müxəmməs yəni klassik şeir janrında da bildiyiniz kimi bu lirik növdə yazıbdır və heca vəznində yazıbdır. Axı müxəmməsi biz əruz vəznində gördük və onun ədəbiyyatımıza ilk dəfə heca vəznində yazan, heca vəznində müxəmməsi ilk yazan məhz Aşıq Ələsgərdir. Deməli, özünə məxsus bir deməli, yaradıcılığı var bunun. Həyata düşmür, amma yenə də qısa məlumat verir ki, Ağkilsədə doğulub, Cənubi Azərbaycanın Göyçə mahalındandır, təhsil almayıbdır, amma onun xüsusi istedadını atası görüb və onu Aşıq Alının yanında, Aşıq Alıdan, yəni atası Alməmməd kişi onu qoyur, oğlunu qoyur Aşıq Alının ustadı, Aşıq Alının yanına şəhidlik sənətini öyrənir. Yəni Aşıq Alıdan deməli bəhrələnibdir və xüsusi təhsil almasa da onun bu bacarığı, istedadı onu el məclislərində tezliklə tanınmasına gətirib çıxarır. Şairin deməli, Aşıqlar Məclisində, toy şənliklərində təkcə doğulduğu Göyçə mahalında yox, eləcə də Kəlbəcərdə, Naxçıvanda, Qazaxda, Qarabağda da məşhurlaşdırmışdır. Və qoca yaşlarında ailəsinə baş verən bədbəxt hadisə deməli, Aşığı sarsıtmışdır. Yəni doğulduğu, yəni erməni daşnaqlarının Ağkilsəyə hücumu, yəni Göyçə mahalından Azərbaycanlılar deportasiyası Aşığın həyatına böyük bir dərin hüzn yaşatmışdır və ailəsi ilə birlikdə Kəlbəcərin Yanşaq kəndinə, oradan da Tərtərə köçmüşdür. Birinci Yanşağa gəlir, Kəlbəcərə gəlir Yanşaq kəndi, ardınca da Tərtərə köçür. 2 il orada doğma kəndindən ayrılıqdan sonra 1926-cı ildə qayıdır öz vətəninə. Yəni 1821-dən 24-ə qədər belə deyək də ayrılıq keçir. 2 ildən sonra qayıdır vətənə, 1926-cı ildə vəfat edir. Yaradıcılığı bədii zəngin irs qoyub, yaradıcılığında deməli həm qoşma, deməli Aşıq şeirin bütün janrlarında demək olar ki, gəraylısı var, qoşması var, tədrisi var, değişməsi var, ustadnaməsi var, müxəmməsi var və digər janrlarda da əsərləri biz görə bilirik Aşıq Ələsgər yaradıcılığında. Və Aşıq Ələsgərin deməli şeirlərində daha çox sevgi yolunda, yəni aşiqin sevgi yolunda göstərdiyi çətinliklərə, əzaba, istiraba rəğmən fikrindən sarsılmır. Yəni məhəbbət mövzusunda yazdığı şeirlərdə əsas motiv nə idi? Fikrindən dönməmək. Yəni o istiraba, o əzaba, o çətinliklərə mübarizə ruhu var idi. Deyir, nazik barmaqlıdır, şümşad əllidir. Ayna qabaqlıdır, siyah telidir. Şəkər söhbətlidir, şirin dillidir. Tuti kimi xoş dəbarım gedibdir. Və onun deməli aşıq şeiri janrından dedi ki, yəni məhəbbət mövzusunda var idi. Onun aşıq şeir janrında görürük ki, gözəlin, el qızının zahiri gözəlliyini təsvir etdiyi şeirlər var ki, Güləndam, Bəyistan düşdü. Və belə yadınızda saxlayın da.
bu el qızlarının zahiri gözəlinin təsviri ilə yanaşı, təkcə onların elə görkəmini təsvir etmirdi. Onların təbiətini, əxlaqını, düz ilqarını, incə ruhunu, saf niyyətini, bax bunlar da təsvir edirdi onun şeirlərində. Və Azərbaycan gözəlinin mənəvi əxlaqi keyfiyyətləri tərənnüm olunurdu. Təkcə zahiri görkəmi yox, mənəvi gözəlliyinin tərənnümündə həm xarici, həm daxili gözəlliyin sanki bir bədii portreti yaradılırdı. Deməli, el gözəlinin təsvirinə əsir etdiyi şeirlər hansılarıdır? Güləndam, Bəyistan düşdü. Bax, belə yadınızda saxla da, Güləndam, Bəyistan düşdü. Bax, bunu bir cümlə kimi yadınızda saxlayın ki, bu şeirlər nə idi? Mövzusu, deməli, el gözəlinin, zahiri gözəlliyinin təsvirinə həsr olmuşdur. Deyir, səni gördüm, əl götürdüm dünyadan. Qara gözlü, qələm qaşlı Güləndam. Alma yanağına, bal dodağına baxan kimi ağlım çaşdı Güləndam. Görürsünüz necə bədii təsvir və ifadə vasitələrinə zəngindir. Sonra deməli bildik ki, onun şeirlərində gözəlin zahiri gözəlliyini bildik. Hansı mövzudaydı? Mövzu çox idi. Məsələn, gözəlin gözəlliyinə var, təbiət gözəlliyinə həsr olunan şeir var, əxlaqi tərbiyəvi mövzuda var, gördüyü cəmiyyətdəki eybəcəliyə hiss etdirən şeirlər var. Bunları qruplaşdırmaq üçün cümlə şəklində yadınızda saxlayın. Yəni, gözəlin gözəlliyinə təsvir etdiyi Güləndam, Bəyistan düşdüdür. Bu qoşmalarında, bu şeirlərində Azərbaycan gözəlinin gözəlliyini vurğulayır. Güləndam, Bəyistan düşdü. Güləndam, Bəyistan düşdü. Bunu belə yadımızda saxlayıraq, Güləndam, Bəyistan düşdü. Sonra təbiət gözəlliyinə, təbiətə həsr olmuş, təbiətin gözəlliyini, yəni vətənpərvər şairin xalqına bağlılığını göstərən şeirlər hansılarıydı? Yaylaq, gördüm, dağlar. Deməli, nə aldı adları? Təbiət mövzusunda yaylaq, dağlar gördüm. Belə yadınızda saxlayın da. Dağlarda yaylaq gördüm. Belə məntiqlə yadınızda saxlayın ki, bunu cümlə şəklində yadınızda saxlayın ki, yadınızdan çıxmasın. Deməli, dağlar, yaylaq gördüm. Bunlar təbiət gözəlliyinə həsr olmuş qoşmaları idi. Və yadınızda qalsın ki, yaylaq rədifli həm qoşması var, həm gərayısı. Bax, dağlar, 2 dənə dağlar qoşması var eyni adlı və hər ikisi qoşma janrındadır. Amma yaylaq rədifli qoşması da var, gəraylısı da var. Aydın oldu. Qoşma ilə gərayının da fərqini bilirsiniz. Hər ikisi açıq şeir janrında, amma fərqli cəhət olur ki, biri 8 hecadan, gəraylı 8 hecadan ibarət olur, qoşma isə 11 hecadan ibarət olur. Sonra yaylaq rədifli qoşmasına və gərayısında yazda el obasının üst tutduğu, el gözəlliyinin, gözəllərin, igidlərin qaynaşdığı, aşıqların çal-çağır eşidilən səfalı yaylaqlar, seyrəngahlar tərənnüm olunur. Deyir, könlüm qaranquş tək uçub qoynuna gəzir, hər yamacı, hər yer yaylaq. Ruhum təzələnir, məst olur rək görəndə bu çağı, bu halı yaylaq. Deməli, dedik ki, yaylaq rədifli qoşması da var, gəraylısı da var. Bu könlüm qaranquş tək uçur qoynuna da könlüm qaranquş tək uçur qoynuna. Bu 11 hecadan ibarət olduğuna görə biləcəyik ki, bu yaylaq deməli qoşmasıdır. Sonra aşığın nəsihətnamə təsiri, yəni əxlaqi tərbiyəvi mövzuda yazdığı şeirlər vardı. Ustadnamələr mühüm yer tutur. Hansılarda gərəkdir, olmaz. Bax, yaxşı şeylər, insanlara tərbiyə verəndə, nəsihət verəndə deyirsən, yaxşı şeylər sənə gərəkdir, pis şeylərsə olmaz. Bax, belə məntiqlə yadınızda saxlayın. Deməli, el gözəlinin təsvirinə həsr olundu. Güləndam, Bəyistan düşdü. Təbiət gözəlliğinə həsr olundu. Dağlar, yaylaq gördüm. Belə yadımızda saxladıq ki, yaylaqda dağlar gördüm. Bunu bir cümlə şəkildə yadımızda saxlayırıq. Daha sonra isə nəsihətamiz, yəni ustadnamələrdə nəsihət, xalqa əxlaqi tərbiyəvi mövzuda yazdığı nəsihətlərində yaxşı şeylərə deyir ki, gərəkdir, pis şeylərdə uşağa tərbiyə verəndə deyir ki, olmaz. Deməli, əxlaqi tərbiyəvi şeylərində hansılar oldu? Gərəkdir, olmaz. Yaxşı şeylər gərəkdir, pis şeylərsə olmaz. Məncə başa düşdük. Deyir, bu dünyada mən təcrübə elədim. Namərd körpü salsa onda ad olmaz. Bir mərdlə nağı yesən şirindir. Yəni, bir mərd adamla zəhər yesən şirindir. 100 namərdlə şəkər yesən dad olmaz. Həqiqətən də o ki var, doğrudur, qeyd edib. Sonra aşığın cəmiyyətdəki gördüyü nöqsanları, ədalətsizliyi, istismarı tənqid edən şeirlər vardı ki, çıxıbdı, görmədim. Deyirsən ki, məsələn, pis şeylər əndazədən çıxıbdı, yaxşı şeylər görmədim. Yəni, bunlar nə idi? Cəmiyyətdəki gördüyü nöqsanları əks etdirən şeylərdir. Çıxıbdı, görmədim. Düşünürəm ki, başa düşdük. Bir də xatırlayaq. Deməli, Aşıq Ələsgər yaradıcılığında dedi ki, el gözəlinin təsvirinə həsr olunan şeylər var. Hansılar oldu? Deyirsiniz, Güləndam, Bəyistan düşdü. Aha. Daha sonra təbiət mövzusuna həsr etdiyi şeylər hansılar oldu? Deyinsiz.
Mən buradan eşidirəm, şərhlərdə yazın. Yaylaq, dağlar gördüm. Necə yadınızda saxlayasınız? Dağlarda yaylaq gördüm. Bunu cümlə şəklində yadınızda saxlayın ki, sizə nə lazımdır? İmtahanda ipucu lazımdır da. Əsas imtahanda sizin düz yazmağınızdır. Bu qədər şeylərin hamısını qruplaşdırmaq lazımdır ki, beyninizdə sxemləşsin. Daha sonra tərbiyəvi şeylər, əxlaqi tərbiyəvi şeylərdə, nəsihətnamə məzmunu daşıyan şeylərdə nə gördük? Yaxşı şeylər deyirik ki, gərəkdir, pis şeylərə də deyirik ki, o olmaz. Bunlar nə idi? Əxlaqi tərbiyə mövzuda yazdığı şeylərdir. Daha sonra cəmiyyətdəki gördüyü o eybəcərlikləri, nöqsanları əks etdirən, yəni ədalətsizliyə həsr olunan şeylər hansılar idi? Çıxıb da görmədim. Düşünürəm ki, bura qədər başa düşdük, görmədim. Adlı həmçinin biz Vaqif yaradıcılığında müxəmməsilə tanış olacağıq. Düşünürəm ki, bura qədər bir çətin bir şey yoxdur. Yəni onun indi dağlar rədifli qoşması haqqında danışacağım. 2 dağlar rədifli qoşması var. Bir-birinə necə seçəsiniz? Yəni bu bir o qədər çətin deyil. Düşünürəm ki, bura qədər dediklərimiz çətin bir şey deyil. Dağlar rədifli deməli qoşmalarına baxaq. Deməli 2 dənə dağlar rədifli qoşması var. Biri ömrünün xoş keçən övrağında yazıbdır. Yəni belə birinci dağlar rədifli qoşmasında hələ qürbətdə olduğu dövrü əhatə etmir. Hər ikisi təbiət mövzusundadır. Hər ikisində oxşar cəhətlər də var. Fərqli cəhət. Venn diaqramı üzərində quracağıq. Deməli necə yadınızda saxlayırsınız? Birinci dağlardan danışırıq. Bahar fəsli yaz ayı gələndə. Yaz gələndə gözəl olur da hər şey, düzdür? Bax, bu gələndə sözü gördüyüzdə, gələndə, bahar fəsli yaz ayları gələndə. Gəlirsə yaxşıdır, keçirsə pisdir. Bax, o da, ikinci dağları elə bir yarım novbahardan keçəndədir. Yəni, bahar keçəndədir. Keçən o bədbin ruhda olandır. Amma bir yarım novbahardan gələndə, bir ay yarım bahar fəsli yaz ayları üzr istəyirəm, gələndədirsə bu birinci dağlar rədifli qoşmasıdır. Deməli 7 bənddən ibarətdir. Deməli necə yadınızda saxlayırsınız? Başqa bir ipucu deyim. Qafiyə təşkil edən sözlərdə alı varsa, məsələn deyirsən ki, yaz ayları gələndə, bahar fəsli yaz ayları gələndə süsənli sümbüllü lalalı dağlar. Lalalı, aralı, məlalı, nə bilim, cəlalı, halalı, qaralı. Görürsünüz, bax, qafiyə təşkil edən sözlərə baxırsınız. Cəlalı, halalı, qalalı, nalalı. Yəni, alı, sonluqda alı görürsünüzsə, bilin ki, qafiyə təşkil edən sözlərdə bu birinci dağlardır. Məncə aydın oldu. Gəlin indi baxaq. Birinci bənddə qafiyə quruluşuna baxaq. Bahar fəsli yaz ayları gələndə süsənli sümbüllü lalalı dağlar. Yoxsulu ərbabı şahı gədan tutmaz bir-birindən aralı dağlar. Qafiyələnməsi necə oldu? A, B, C, B şəkildə var. Gələndə dağlar, gədanı dağlar. Yəni burada dağlar rədifdir, ona görə dağlara baxmayaq. Lalı, aralı. Bax, qafiyələnməsi belədir. Gələndə lalı, gədanı aralı. Bax, deməli, qafiyəsi belə olacaq. A, B, C, B. Qoşmada olduğu kimi. İkinci bəndə baxaq. Qar olur, laləzar olur, car olur, məlalı dağlar. Bax, C, 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 C. Daha doğrusu C, C yox. Məsələn, bunu D, 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 D yazsaq. Birinci, ikinci, üçüncü bəndə D, D yazsaq. Məlalı B ilə qafiyələmiş olacaq. Yəni, C, D, 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 B. Və yaxud da digər bəndə baxaq. Çağın, yığnağın, qaymağın, yenə alı dağlar. Dağlar burada rədifdir. Rədif nəyə deyirlər? Qafiyədən sonra təkrarlanan sözə rədif deyirlər. Yəqin ki, bilirsiniz. Dedik, 7 bənddən ibarətdir. 4 şeir şəklində yazılıbdır. Qoşma janrındadır. 11 hecadan ibarətdir. Gəlin qafiyə quruluşuna baxaq. Misra daxili bölgə daha doğrusu. Bahar fəsli 4, yaz ayları 4, gələndə 3. 4, 4, 3 şəklində oldu. Süsənli 1, 2, 3, sümbüllü 1, 2, 3, lalalı dağlar 4. Yəni, qafiyə quruluşu necə oldu? Misra daxili bölgü 4, 4, 3 və yaxud da 3, 3, 3, 4 şəklində bölündü. Təzadlı birinci bənddə təzaddan istifadə olunubdur. Yoxsulla şah ya da qarşılaşdırılır. Deyir, tutmaz bir-birindən aralı dağlar. Xəstə üçün təpəsində qar olur. Min çiçək açır, laləzar olur. Çeşməsində abi həyat car olur. Dağdır mühnəti məlalı dağlar. Görürsünüz, təbiət, bax, deyir, yazın bir aydır, çox yaxşı çağın, kəsilməz çeşməndən gözəl yığnağın, axtarma motalın, yağın qaymağın, zəmbur çiçəyindən balalı dağlar. Görürsünüz, təbiət mövzusu, necə peyzaj yaradılıb burada. Bax, 3-cü bənddə, deməli, biz xitab görürük, deyir ki, yazın bir aydır, 3-cü bənddə də dağlara xitab var, 4-cü bənddə də xitab var, bir də
7-də var. Deməli 3, 4 və 7-də xitab var. 7-ci bəndlərdə. Xitab bax burada deyir ki, yazın bir ayıdır, çox yaxşı çağın, kəsilməz seçməndən gözəl yer. Axtarma motal. Burada axtarma demir ha. Bu misrada axtarma motal pendirin adıdır. Yəni vurğu sondadır burada, yadınızda qalsın. Axtarma demir, axtarma. Bir də burada zəmbur çiçəyindən deyir, zəmbur çiçəyindən balalı dağlar. Zəmbur çiçəyindən balalı dağlar misrasında zəmbur gül çiçəyi adı deyil. Yəni arı deməkdir. Misrada yəni arının dağların çiçəyindən bal alması təsviri var. Aydın oldu. Bax görürsünüz necə nikbin ruh var. Doğma yurdun misilsiz gözəlliyi göstərilir. Daha sonra deyir ki, və burada biz dağ adlarını görməyik, amma ikinci dağlarda dağ adı görəcəyik. Deyir, yayın əvvəlində dönürsən xana, son ayında bənzərsən yetkin bostana. Payızın zəhməri qoyur virana, dağdır üstündən cəlal dağlar. Gahdan tiskin tökər, gah tuman edər, gahdan gəlib gedəni peşman edər, gahdan qeyzi gələrini haqqan edər, dinşəməz haram halal dağlar. Ağ xələt bürünər, sərnişan geyməz, hər kəsi dindirib keyfinə dəyməz, sərdara söz deməz, şaha baş əyməz, qüdrətdən səngərli qalal dağlar. Köçər edər, düşər səndən aralı, firqətindən gür nərgizim saral. Ələskər Məcnun tək yardan aralba, özünü Məcnuna bənzədir. Gəzər səndən dərdli naral dağlar. Bax, bu birinci dağlarda da özünün adını çəkir, ikinci dağlarda da adını çəkir. Birinci dağlarda özünü, yəni Möhürbənddə Məcnunla müqayisə edir, Məcnunla müqayisə edir. İkincidə də, ikinci bənddə isə hər ikisinin adını çəkir, amma heç birisini özünə müraciət etmir. Deyir, Ələskər Məcnun tək yardan aralı, gəzər səndən dərdli nalalı dağlar. Və burada birinci dağlardır bu. Amma ikinci dağlarda deyir ki, arsız aşıq, özünü arsız aşığa bənzədir də. Bir arsız aşıq elsiz niyə yaşadı, ölsün Ələskər tək qulların dağlar. Birincidə Məcnuna bənzətdi, ikincidə isə deyir ki, özünü arsız aşıq adlandırdı. Dirik növdədir, heca vəzindədir, qeyd etdiyimiz kimi şeir vahidi bənddir, 4-lü şeir şəklindədir, 7 bənddən ibarətdir. Birinci dağlar, yadınızda qalsın, birinci dağlar 7 bənddən ibarətdir. Amma ikinci dağlar 6 bənddən ibarətdir. Birinci dağlarda 3-cü, 4-cü və 7-ci bəndlərdə dağlar xitabdır, yəni xitab işlənibdir. Amma digər dağlarda, ikinci dağlarda isə daha çox görəcəyik biz bunu. Əsərdə müəllif dağlara müraciət edir. Bahar fəslində dağların aldığı gözəllik təsvir olunur. Daha sonra qeyd etdik ki, zəmbur çiçəyi deyəndə burada zəmbur çiçəyindən balalı dağlarda zəmbur gül çiçəyi adı yox, arı deməkdir. Daha sonra axtarma mutalda qeyd etdik. Qoşmada əsas ideyası, əsas vətən idealı şeirdə əsasını təşkil edir. Ümumiyyətlə hər iki dağlarda biz bunu görürük. Belə. Möhürbənddə də adını vurğulayır, amma özünə müraciət etmir. Qafiyə quruluşunda dedik, Möhürbənddə də dedik. Düşünürəm ki, bahar fəsli yaz ayları gələndə gördüyümüz birinci dağlarda. Yəni, alı, məlalı, aralı, yaralı, qafiyə təşkil edən sözlər. Alı varsa, alı hecası. Bilin ki, o nədir? Birinci dağlardır. Amma ikinci dağlarda isə belə olmayacaq. İkinci dağlar 6 bənddən ibarətdir. Vətəndən ayrı düşdüyünə görə keçirdiyi istirab öz əksini tapır. Bir ay yarım növbahardan keçəndə, artıq bahar keçir. Car olur köysündə, deyir, sellərin dağlar. Bu necə yadınızda saxlayın? Qafiyəsinə baxın, sellərin, göllərin, in. O 4 cür yazılan şəkilçi ilə yadınızda saxlayın ki, ikinci dağlar sellərin, göllərin, halların, güllərin, salların, qalların. Görürsünüz, in. Bu hecalar, sondakı hecada görürsünüzsə, bilin ki, bu ikinci dağlardır. Birinci bənddəki xitab var. Deyir, car olur köysündən sellərin dağlar. Çalxalanır dəryalar, çığırışır qazlar, zəmzəm zümzüməli göllərin dağlar. Görürsünüz, birinci bənddə 2 xitab var. İkinci bəndə baxaq, deyir ki, hanı mən gördüyüm qurğu büsatlar bədii sual işlənibdir. Dərdmənlər görsə tez bağrı çatlar, mələşmir sürülər, kişnəmir atlar, niyə pərişandır halların dağlar. Görürsünüz, bədii sual işlənib, təmsilinin 3-cü bənddə də bədii sualı biz görürük. Deyir ki, hanı bu yaylaqda yaylayan ellər, görəndə gözümdən car olur sellər, seyir etmir köysündə türfə gözəllər, sancılmır buxağa güllərin dağlar. Bədii sual da var, mübaliğə da var. Kəpəz Murov, dağ adlarını biz ikinci dağlarda görürük. Dağ adları, yaylaq adı. Deyir ki, Kəpəz Murov qonur, gör neçə dağlar. Üstünə nur yaxsın, ay dəli qoşqar. Yayın ortasında yağdırırsan qar, səhv çəkib üstündən salların dağlar. Elə ki, şər gəldi, qaraldı qaşı, dumana qərq oldu dağların başı, düşəndə kürgü ilə kəldin savaşı,
Burada canavar kürklə kəlb deyəndə bu əslində bu müharibəni nəzərdə tuturdu. Yəni itlə canavarın düşəndə deyir kürk ilə kəlbin savaşı, yəni itlə canavarın savaşı uzaq düşür Quyluqalların dağlar. Yəni burada bir növ ikinci dağlarda o belə deyək də vətəndən o erməni ilə müsəlmanlar arasında olan ixtişaşı nəzərdə tuturdu da. Yəni erməni daşnaqlarına itə bənzədir, türkləri isə qurda bənzədir. Həsən Qaya Həsən Baba qoşadır, deyir. Xaşbulaq yaylağı xoş tamaşadır. Arsız aşıq, elsiz niyə yaşadı? Və özünü arsız aşığa bənzədir. Deyir, arsız aşıq, elsiz niyə yaşadı? Ölsün Ələsgər tək qulların. Yəni deyir, Ələsgər kimi qulların ölsün ki, elsiz yaşadı. Həsən Baba Həsən Qaya dağların adını çəkir, Xaşbulaq yaylağının adını çəkir. Daha sonra Kəpəz, Murov, Qonur və s. dağların adını çəkir. Yəni dağ adlarının birinci dağlarda yox, ikinci dağlarda görürük. Bədii təsvir ifadə vasitələrindən zəngindir. Deməli, birinci bənddə iki xitab var. Daha sonra dördüncü bənddə xitab var. Ay dəli qoşqar, bir də deyir ki, dağlar. Birinci bənddə də 2 dənə xitab var. Dördüncü bənddə də 2 dənə xitab var. Yadınızda qalsın. Həmçinin sonuncu bənddə, digər bəndlərdə də xitabı görürük. Dağlara müraciət var. Yəni 20-ci yüzilliyin əvvəllərində ermənilərin, yəni bədnam qonşularımızın torpaqlarımıza göz dikməsi, o qırğınlar törətməsi və yurdundan ayrı düşmüş şairin intizar dolu hissləri öz əksini tapıbdır. Kədərli ovqat öz əksini tapıb. Vaxtilə yurdunun deməli Sarınər, Qısır Murğuz, Şahdağ, Kəpəz, Qoşqar kimi əzəmətli dağlardan ilham alan sənətkarın kədəri ictimai mahiyyət daşıyır, ictimai məzmun daşıyır. Yəni elindən ayrı düşəndən sonra keçirdiyi hissləri öz-özünü məzəmmət edir. Deyir ki, ölsün Ələsgər tək qulların dağlar. Belə. Saz havasına uyğun yazılmışdır. Şeirdə heca vəzində idi hər iki qoşması. Qoşmada dağların müxtəlif fəsillərdə olan gözəlliyə əks olunub fikri yanlışdır. Çünki biz bu məqamı birinci dağlarda görürük, ikinci dağlarda görmürük. Yadınızda qalsın. Qoşmada dağları müxtəlif fəsillərdəki gözəlliyini yox, sadəcə necə deyim, o ayrılıq öz əksini tapır da burada. Yəni qışda olan o soyuqluq göstərilir. Müəllif gözəllərdən ilhamlanmır bu qoşmada. Hər iki dağlar təbiət mövzusundaydı, qeyd etdiyimiz kimi. Dağlarda vətən torpağının bir parçası kimi mənalandırır. Dağlar qoşmasında vətən idealı şairin ideyasının əsasını təşkil edir. Qoşmanın hər bəndində dağlarla bağlı yeni fikirlər öz əksini tapır. Birinci dağlar 7 bənddən ibarətdir, ikinci dağlar isə 5 bənd. Birinci dağlar 7 bənddən ibarətdir, ikinci dağlar isə 6 bənddən ibarətdir. Belə. İndi qarşılıq suallar verəcəm sizə. Hər iki dağlar təbiət mövzusunda desək doğru yanlışdır. Təbii ki, hər ikisi təbiət mövzusundaydı. Qoşmanın hər bəndində dağlarla bağlı yeni fikir söylənilir. Birinci dağlarda yoxsa ikinci dağlarda deyə bilərik, hər iki dağlarda var idi. Kürk ilə kəlbin savaşını hansı dağlarda görürük? Təbii ki, ikinci dağlarda görürük. Bütün bəndlərdə xitab var desək, hansı dağlardaydı? Təbii ki, ikinci dağlardaydı. Birinci dağlarda biz 3-cü, 4-cü və 7-ci bəndlərdə görürük. 3 ilə 4-ü toplayın. 3-cü bənddə var, 4-cü bənddə var. Bir də 7. Necə yadınızda məntiqdən saxlayın? 3 ilə 4-ü toplayırsınız, eləyir 7. Deməli 3, 4 və 7-də xitab var. Amma ikinci dağlarda hər bəndində, bütün bəndlərdə xitab var. Hətta birinci bənddə 2 xitab var və 4-cü bənddə də 2 xitab var. Yadınızda qalsın. Deməli, dağ adlarını ikinci dağlarda gördük. Birinci dağlarda deməli axtarma motalının adını vurğulayır. Yəni belə deyək də, birinci dağların 2000, ikinci dağlar isə bədbin ruhdadır. Zəmbul burada gül adı deyil, testdə düşən məqamdır. Ara deməkdir, yadınızda qalsın. Daha sonra təbiət mövzusundaydı, qeyd etdik. Bax belə. Bu tip videoların gəlməyini istəyirsinizsə kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşmək ümidi ilə. Xudahafiz.